Birləşmiş Millətlər Təşkilatının baş qərargahında qadınların statusu üzrə komissiyanın 70-ci sessiyası çərçivəsində qadınların ədalətə çıxışı mövzusu müzakirə olundu. Tədbir Türkiyənin təşəbbüsü və Azərbaycanın həm təşkilatçılığı ilə təşkil edildi. Sessiyanın ilk günü çox maraqlı başladı, hər zaman olduğu kimi təntənəli başladı və ən yadda qalan məqam isə əlbəttə ki, Azərbaycan nümayəndəsi olaraq, nümayəndə heyətinin rəhbəri olaraq Türk Dövlətləri Təşkilatının adından müvafiq ilk dəfə olaraq BMT tribunasından bəyanatı səsləndirmək mənə nəsib oldu və əlbəttə düşünürəm ki, bu səfərin ən yadda qalan məqamı oldu. Amma müzakirə olunan mövzu ətrafında dünən növbəti bir çıxışımız oldu sessiyanın ilk günündə. İndi isə artıq həm iki tərəfli görüşlər, həm müxtəlif mövzularda təşkil olunan tədbirlərdə iştirak edirik. Tədbirdə çıxış edən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların ədalətə çıxış imkanlarını texnoloji vasitələrlə genişləndirilməsinə, beynəlxalq səviyyədə müzakirəsinin böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə hüququn mövcudluğu ilə yanaşı ona real çıxışın təmin olunması da vacibdir. Bu məsələ hansı ki, bütün dünyanı narahat edən məsələdir. Qadınların statusu, onların hüquqları, onların qorunması və bu sahədə ən yaxşı təcrübələr, xüsusilə dünyada gedən sürətli transformasiya dövründə, xüsusilə rəqəmsal transformasiya dövründə qadınların ədalətə əlçatanlığının təmin olunması, onların iqtisadi, sosial və həyatın digər sahələrində iştirakçılığının və qərarvermə səviyyəsində iştirakının təmin olunmasına dair müxtəlif təcrübələr paylaşılır. Bahar Muradova bildirdi ki, ədalətə çıxış artıq yalnız hüquqi mexanizmdən deyil, eyni zamanda inkişafın təhlükəsizliyi və insan hüquqlarının təmin olunmasının əsas şərtlərindən biridir. Komitə sədri onu da bildirdi ki, rəqəmsal transformasiya ədalət sistemlərinə yeni imkanlar açır. Elektron müraciət sistemləri, onun hüquqi məlumat bazarı və rəqəmsal monitorinq mexanizmləri qadınların müdafiə imkanlarını genişləndirərək hüquqi prosedurların daha operativ həyata keçirilməsinə şərait yaradır. Bəli, sessiyanın gündəliyinə daxil olan əsas mövzu ətrafında müxtəlif qrupların təşkil etdiyi, müxtəlif dövlətlər qruplarının təşkil etdiyi tədbirlər davam edir və mən düşünürəm ki, bu tədbirlərdə biz həm yaxşı təcrübələri, həm beynəlxalq miqyasda çox tərəfli platformaların yaradılması və bu platformalarda həm problemlərin həlli, həm də ən yaxşı təcrübənin paylaşılması istiqamətində müzakirələrimizi aparacaq. Komitə sədri onu da vurğuladı ki, ədalətin gələcəyi texniki baxımdan rəqəmsal olsa da, mahiyyət etibarilə etik prinsiplərə və insan hüquqlarına əsaslanmalıdır. Texnologiyalar inklüziv olmalı və yeni rəqəmsal uçurum yaratmamalıdır.